Səhər açıldı. Yeni bir videoya da başladıq. Yeni videodan hər kəs salamlayıram. Bugün güncəlləmə gələndə almaq istədiyim bir maşın olan Li Auto L9 alacağıq. Onun qarajı nerede soruşsanız məncə buradadır dediyim kimi işarətçi yox. Arabalara bakalım. Evet, Lumera. Lumera alacağıq. 427.000 oyun pulunadır. Buradan işarətçiyi ayarlayaq. Və təbii ki, keçən dəfəki maşınımız olan bu maşına gələcəyik. Stilex adı nədir? Bununla gələcəyik. Buna təbii ki, turbo da doldurmuşduq, amma yığmamışdıq. Yəni yığmağını istəyirsinizsə, və nə tipdə yığmağımı istəyirsinizsə, elə onu yazın. Yəni yığmağımız istəyirsinizsə, nə tipdə yığmağımızı yazın. Uçsaq görə nə qədər 100 metr uçarıq. 82 metr yoxuşur onu. Oy, nə qədər uçduq. İkinci şəhərə gedirik. Buradan şey alsaq, maşınlar üçün çox darıxmışam. Maşınlar açaq, qulaqçısına taxaq. Biz getdik. Allah. Bismillahdan girdi maşına. O böyründən keçdi. Adam qabağına reski ışınlanır. Türkçə demiş ışınlanır. Işınlanırlar. O tez uçaq, tez. Ooo, ters yol edilir. Tez heç sənə dəyməmiş. Ayda bu qaraj sənəfəsə getdik. Oy, diye. Bu arada ya bu maşınlarla beraber ev və qaraj almağımı istəyirsə də yazmağı unutmayın. Əgər tez gəlib çatdıq bura. Yəni əvvəl neçə saat gəlib çatdıq ikinci şəhərə, amma nəsə tez gəlib çatdıq bu gün. Çünki heç nəyə dəyib eləmədik ona görə. Yəni normaldır. Yəni buradan girək. Oy, az qalsın dəymişdim. Az qalsın. Qaçaq ki, o tarafa qədər dönməyin vaxtı deyil. Buradan kuruq da bura. Buradan bir dənə şey toplayaq. 3 dənə toplamışdıq. Bir dənə belə gedək. Buradan burada dəniz var. Dəniz tapdıq. Dəniz tapdıq. Düşmə. Fıs. 31 metr uçdu be. Orada da şey var, taslak. Bir dənə arxaya verək. Sür. Tez gəldi, çatdıq bura. Taslak var, taslak görmüşdüm. Nəysə başımda. Ooo! Videomu bir dənə təkrarlayıb arxaya verib bircə saniyəli izləyə bilərsiniz. Baxın bu qədər məsafə, baxın bu qədər məsafə var idi ha. Sürtdüm keçdim ha. Sürtüb kəsməsəydim vəssalamı getmişdik. Qayıtmışdıq birinci şəhərə. Gəldi bura. Bizim Li Automuz nerede acaba demişkən bakın burada. Li Auto Lumera. Maksimum hızı 180. Veged 2520. Manevrası da 3'müş. Evet arkadaşlar bakın böyle. Qabağına oturaq. Açdıq qabaq qapısını. Vay, içinə qışaydı. Komfort deyil. O sən qışaydı içi. İçini bəyəndim. Həm içini həm belə komfort olmağı, həm də hündürlüyünü bəyənirəm bunu. Offroad maşın kimi arxası qaşırdı. Arxası belə komfort kimi. Bagajı başım yekədir. Canavar səni, vəhşi. Benzin yeri. Peki bir burada oturaq. Nə qəşəydi. Sən qəşəydi ha. Nəsə də alırıq bunu. 2520 şey var. Ağırlığı. Aldıq bir dənə baxaq görək. Yəqin ki inşallah buradakı evimizə düşər. İşarət kaldır. Bura düşməmiş, nəysə. Gətirib qoyaram ora. İçi görüntüsü üçün belədir. İçinə qəşəkdir. Görürsünüz ki burada rolun üstünə sürət də göstərir. Buradan bir dənə dörtləri yandıraq, amma nəsə göstərmir. Dörtlər görüntüsü üçün belədir. Həqiqətən çox yaxşı maşındır. Li Auto L9 həqiqətən yaxşı maşındır. Buyurun keçin. Həfsə gedək bir dənə bunun sürətlə bax. Bir dənə mən gedim, bir dənə mən getməyim. Buradan bir dənə düz yol seçək. Hardan başlayaq? Buradan sağa dönək. Buradan sağa dönək. Buradan işığı söndürək dəymişdim az qalsın. Polis qabaqdan gəlir tez. Bu arada sürət 90'dır. Polisin yanına 91 ilə keçsən şey edilir. 90'a keçsən problem yaratmır. Çoğu 80'dir amma 80 deyil, 90'dır. Buradan bir dənə düz yer keçdik. Bəxtimizə nə deyim, düz yer keçsin ya. Yoxsa yox, düz gedirdik. Aydat düz gedirdi. Getdi. Buradan qarajat da var. Qarajat da alarıq. Yəni nə istəyirsə onu dəyərsiz yorumlarda biz də hamısını alarıq. Yəni tap deyə, yəni ilk bölümdən yəni gedib
Ferrari, Bugatti zat almalı deyilik yəni. Çünki yəni bunu sıra bölüm çəkəcəyik. Buradan bütün maşınlar razam heç bir yana da qoymayım qalsın. 2-3 saniyə nitro yoxmuş. Gəlin maşın sürətinə bax, 180 deyirdi maşın sürəti. Elektriklimiş deyəsən, hə, elektriklidir. 180 deyirdi orada. Gəlin burada bax görək nədir. Drifti də var imiş, arxası qaçır yəni. 177, 178, 179, 180'miş. Zəif gedir. Tam demişkən zəif gedir. Burada şey var, drift. O drift'te kontrolludur. 101 drift. 101 demişim, 101. 16 drift. 200 qabacaq, 1000 drift eləyəcəyik. Hədəf 1000'dir, 1000 eləyəcəyik. Hafıza. 1000'i keçdirsə, 1000'i dəyib eləmədə qəşəngdir amma. O içdən bir dənə driftə baxın, içdən belə qəşəng drift eləyir. Dəymə heç yerə, hafıza 2000 ya, 1000 nədir o? Dəymə hafıza heç nə eləmir. 2370, haydi 2378 oldu. Yanına baxın. Gör nə işə drift eləyir. Driftə qədər zor, drift canavarı olur böyle. Tam 100 metr drift elədi. Gəminə gələ görə benzin necə vurur bu? Elektrikli deyil, baxın buradadır, baxın burada. Elektrikli deyil bu. Elektrikli daxı. Bax burada niyə şeydir? Bu niyə benzindir bax? Aslında baxın burada vurmalı, baxın burada. Burada demişkən tastakımız da var imiş. Ay qədər çox yaxşıdır. Bir dağdan tullanaq. Gəlin bir dənə dağdan tullanaq. Deyə bir dənə dağ axtaraq. Amma böyle siz bir qabzat qoydular. Nə, kayfın yaşayırlar belə. Görüm hardadır. Hepsi qabaqdadır, gedək. Gedək bir dənə qabağa. Ay tətdə hepsi. Əgər oradan gedərik. Ah, hoyse. Oşdu. Buradan bir dənə dağ axtara bilsək. Oy, üstündən keçdi. Ola arxası dəyir. Ay, üstündən keçdi. Körpün, gördünüz dostlar. Gəlin bunu alaq. Çıxış axtarıq. Burada uçmalı bir dənə yer tapsayıq, uçardıq. Uçmaq istəyirəm dostlar, uçmaq. Neçə 180 tez görür amma bu. Burada ambulans şeyi var, ambulans görək. Ambulans ucadan sonra ambulans sıfır edəcəyik onsuz. Baxın düpəzcəyəm tərpənir yerində. Ev ki P9 adı qaldırmışam, amma düşmə dənizə. Bilirdim, heç sevim dənizə. Belə uça bilər. Nəysə, az 68 metr uçduq. Oy, gördünüz gəldi belə. Bunun içindən keçir ha. İçindən keçmir. Bunların içindən də keçdi. Arxa gəldi, bunun içindən keçmişdi. Nəysə da. Gəl saxlayaq burada. Dörtlərimizi yandıraq. Yox, haftaya qədər çox yaxşıdır. Kamera zadı var ya ətrafında. Nəysə, videomuz bura kimi idi. Belə videonun davamı üçün abunə olaraq atmağı unutmayın. Yəni gələn videoda da hansı maşını və yaxud evi, qarajı zada almağımı istəyirsə də yazmağı unutmayın. Sağ olun. Gələn videolarda görüşərik.